Bugün körpələr arasında çox yayılmış və özlüyündə bizi narahat edən bir simptomdan qusmadan danışaq. Qusan zaman bədən maye itirir, maye ilə yanaşı minerallarını da itirmiş olur. Qusma özlüyündə bir simptomdur. Hər hansı bir xəstəliyin xəbərvericisidir. Bura aid müxtəlif infeksion xəstəliklər, sidik yolu infeksiyaları, hətta bədxassəli şişlər belə uşaqlarda qusmaya səbəb olur. Bundan başqa pleurostenoz, pleurospazm dediyimiz xəstəliklər vardır ki, bunlar da qusmaya səbəb ola bilər. Səbəbindən asılı olmayaraq qusma özlüyündə orqanizm üçün təhlükəli sayılır. Çox vaxt valideynlər qusma ilə qaytarmanı fərqləndirə bilmirlər. Qaytarmada yalnız qidanın bir porsiyası xaric olunur, amma qusmada bütün qarın əzələləri diafraqma iştirak edir və mədə kifayət qədər boşalmış olur. Buna görə də əgər övladınızda qusma vardırsa, mütləq qusmanın səbəbi araşdırılmalı. Çünki orqanizm daha ağır fəsadlarla üzləşə bilər.